2025-ci ildə ümumiyyətlə trend nə olacaq, ümumi istiqamət nə olacaq? Təbii ki, gördüyünüz kimi dünyada baş verən bu hadisələr, yəni Trumpın çıxışları və müharibələr, bunlar birbaşa onu göstərir ki, təbii ki, yeni güclü bir dəyişikliklər olacaq ilin axırına qədər. Yəni əsasən də fokuslanıb, ona bütün dünya fokuslanıb qızılın yenidən yüksəkliyə doğru istiqamət qalxması, yəni istiqamət alması gözlənilir, yəni sürətli. Eyni zamanda Bitcoin də yəni bundan geri qalmayacaq, amma neft, yəni crude future spotlardan danışanda bunlara hələ deyək ki, müharibələr, çox güclü bir müharibələr var. Yəni buna neftin tələbatı çox olduğu üçün neftin yüksəlməsini biz gözləyirik, amma hələ ki neft ləngir, amma ilkin 6 aydan sonra 2025-ci ilin deyək ki, iyul aylarından sonra neftin yüksəliyə qalxması gözlənir. Eyni zamanda bildiyiniz kimi gündəmi zəbt edən qızıldır və qızıl sürətlə yuxarı doğru istiqamətinə davam edəcək. Bu bir mənalıdır. Sağ olun.